Kanalımı izleyen herkese salamlayıram. Kanalıma hoş geldiniz. Bugün sizlerle bu halqalardan balaca çantanın toxunma qaydasını bölüşəcəm. Brelok formasında çantanın toxunuşunu bölüşəcəm. Deməli, bunun üçün bizi hər hansı ipdən, yəni hər hansı bir ipdən edə bilərsiniz bunu. 3 nömrəli milçə, qayçı və 2 dənə halqa lazım olacaq. Başlayaq videomuzu çəkməyə. Videoya başlamazdan öncə kanalıma abunə olmağı və videonu bəyənməyi unutmayın. Halqamın birini götürürəm. İpimi möhkəmlədirəm. Bu şəkildə 20 ədəd zəncir çəkəcəm. 20 zəncirimi çəkdikdən sonra digər halqamı götürüb bu şəkildə sürüşdürmə ilə bura möhkəmlədirəm. Bir zəncir çəkirəm və halqamın üzərinə toxuduğum zəncirlərə sıx iynələr toxuyacağım. Hər zəncirimə bir sıx iynə. Bu şəkildə sıra sonuna kimi sıx iynələr toxuyuruq. Sonuncu sıx iynəmi toxuyuram. Halqamın içinə batıb bir sıx iynə daha toxuyub bu şəkildə geri dönürəm. Zəncir çəkmədən geri döndük. Yalnız bir qanadına bataraq sıx iynələr toxuyacağım bu sırada. Yalnız bir qanadına batırıq sıx iynəmizin. Bizə tərəf yox, digər tərəfə olan qanadına. Kanala abunə olmağı, videonu bəyənməyi unutmayın. İnşallah yeni videolar bölüşəcəm. Bu şəkildə sonuncu sıx iynəmə də toxuyuram və halqamın içərisinə bir sıx iynə. Yenə zəncir çəkmirəm bu arada. Zəncir çəkmədən geri dönürəm. İlk sıx iynəmə yenə bir qanadına batıram. Yalnız bir qanadına bataraq toxuyuruq. Bu şəkildə halqamızın içinə də son sıx iynəni toxuyub yenə geri dönürük. Toplam 4 sıram var. 4 sıra daha toxuyacağım. 8 sıra olsun. Yenə ilk toxuduğum sıx iynənin başına yalnız bir qanadına batacağım. Sıra sonuna kimi bu şəkildə toplam 8 sıra olana kimi davam edirik. Mənim sıralarım artıq hazır oldu və indi birləşdirməyə keçəcəm. Necə birləşdiririk? Bu bizdə toxumamızın düz üzüdür. Tərs üzünə doğru yönəltirəm. Bu iplər də artıq gizlənəcəklər. Tərs üzdən birləşdiririk. Bunun üçün öncə bir zəncir çəkirəm. İçə doğru olan qanadına batıb öncə 1, 2, 3 zənciri sürüşdürmə ilə atlayıram. 3 zənciri atladıqdan sonra bunu bu şəkildə qoyuram və 3-cü zənciri daha doğrusu atlamırıq. 3-cü zəncirdən birləşdirmə edəcəyik. 2 zəncir atladım. 3-cü zəncirdən buradan da 3-cü zəncirə batıram. O biri tərəfdə də 1, 2, 3-cünü sayıb 3-cünün içə doğru olan qanadına. Yalnız gördüyünüz kimi zəncirlərimin içə doğru olan qanadına batıb ip alıb çıxıram.
Alıb çıxdığım ipi sürüşdürüb çıxardıram. Yenə içə doğru olan qanadına batıram hər ikisində. Bu şəkildə bağlayıram. Belə. Bu şəkildə sona kimi düzgün şəkildə sürüşdürmə ilə birləşdiririk və sonuncuya tam batacam bu şəkildə uc hissəyə. Belə. Bir zəncir çəkirəm. İpimi kəsirəm. Və o biri tərəfi bağlayacağım. Bu qısa ipi bu şəkildə içəri doğru götürürəm. Buradan yenə də deməli birinci yox, ikinci yox, üçüncüyə. Üçüncüyə batacağım. Bu şəkildə. O biri tərəfdən də üçüncüyə batmalıyam. 1, 2 və üçüncü. Belə. İpimi götürüb çıxıram və bir zəncir çəkirəm. Bu tərəf başlanğıc ilk sıram olduğu üçün burada bir qanadı yoxdur. Yalnız hər iki tərəfə düzgün şəkildə baxın bu şəkildə batıram. Bağlayıram. Və ən uc nöqtəni tam olaraq bağlayıb bir zəncir kəsirəm, çəkirəm və ipi kəsirəm. Belə. Bu qısa ipləri möhkəmlədə də bilərsiniz və yaxud da kəsə də bilərsiniz. İçəri tərəfdə qalır onsuz da. Belə. Bir dənə bu ipimizi möhkəmlədəcəm. İçəri tərəfə doğru yürütüb. Şəkildə içini də doldururuq. Belə. Bu da bizim balaca şirin çantamız. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Hələlik sağ olun.